Salam əziz abituriyentlər və müəllimlər. Bu gün sizlərə ibtidai icma quruluşunu izah edəcəm. Bu mövzu yeni dəstəklər əsasında olacaq mövzudur. Əlavə olunacaq məlumatlarımız olacaq, çıxarılmış məlumatlar var. Amma onu deyə bilərik ki, təxmini 20% civarında yenilik və yaxud da hansısa mövzu çıxarılıb, hansısa məlumat çıxarılıb, hansısa məlumat əlavə edilib və ümumi izahda hamısına bir-bir qeyd edəcəm. Sizə tövsiyəm odur ki, çıxarılan məlumatları ümumiyyətlə heç qeyd etməyəcəm. Siz də qeyd etməyin, amma əlavə olunan məsələləri xüsusilə qeyd edirik ki, bunlar əlavə olunub və bunları öyrənməyimiz mütləqdir. Deyirik ki, birinci daş dövründən başlayırıq. Ümumiyyətlə deyirik ki, ibtidai icma quruluşu Azərbaycanda 3 dövrdə olmuşdur. Daş dövrü, tunç dövrü və dəmir dövrlərinə bölünür. Daş dövrünün özündə mərhələləri var. Birinci başlayırıq paleolit mərhələsindən, qədim daş dövrü, daha sonra orta daş dövrü, mezolit dövrü, yeni daş dövrü, neolit dövrünü öyrənib. Bir də mis daş dövrü var, eneolit dövrü, bu da keçid daş dövrü olacaqdır. Deyirik ki, Azərbaycanda təbiət ümumiyyətlə insanların yaşaması üçün daha əlverişlidir. Təbiət insanların yaşamasına, yayılmasına, daha sonra qida mənbələri toplamağına, mağaralarda yaşamasına, geyiminə müsbət təsir göstərdi və Azərbaycan təbiətinin daha zəngin olması, əlverişli olması insanların yaşamasına müsbət təsir göstərmişdir. Və qədim dövrdən başlayaraq, belə paleolit dövründən götürsək, təxmini deyirik ki, ilk insanlar ümumiyyətlə Şərqi Afrikada 3 milyon il əvvəl yaşamışdı. Azərbaycanda isə bu 2 milyon il əvvəl insanlar yaşamağa başlamışdı. Bizim tarixə qədərki dövrümüz olacaq, paleolit mərhələsinə qədərki dövrümüz olacaq. Bu tarixə qədərki dövrü necə adlandırırıq? Yazılı mənbələrin yarandığı dövrə qədərki dövrü tarixə qədərki dövr adlandırırıq. Paleolit mərhələsi ilk dövrümüz olacaq. Paleolit mərhələsinin müxtəlif mağaralar əsasını öyrənirik. Azıq Tağlar mağarasının adını çəkərik. Deyək ki, Azıq Tağlar mağarası Qarabağdadır. Bunların yerlərindən öyrənməliyik. Zar mağarasının adını çəkirik. Deyək ki, Zar mağarası Kəlbəcərdə. Daşsalaqlı Damcılı mağarası Qazaxda olacaq. Buzeyl mağarası Lerişdə olacaq. Qaraca mağarası Mingəçevirdə olacaq. Qazma mağarası Naxçıvanda olacaq. Paleolit dövrünün ilk mərhələsini qeyd edirik. Paleolit dövrü əvvəllər hansı ki mərhələlər bölünürdü. Yenə 3 mərhələdə qarşımıza çıxır. İlkin mərhələsi deyir ki, insanlar yenə əsas məşğuliyyət sahələri ovçuluq və yığıcılıq olacaq. Bu dövrdə yaşayan insanlara yenə biz deyirik ki, bu dövrdə yaşayan insanlar bacarıqlı insanlar idi. Bacarıqlı insanlar digər insanlardan nə ilə fərqlənir? Deyir ki, onlar heyvanlardan fərqlənməsinin əsas səbəbləri əmək alətləri hazırlamaları idi. Onların əmək alətləri hazırlamaları və şuurlu fəaliyyət göstərmələri həmin dövrdə yaşayan insanları heyvanlardan fərqləndirdi. Bu dövrdə insanlar əsasən ovçuluq və yığıcılıqla məşğul idi. Əmək fəaliyyətləri ovçuluq və yığıcılıq idi. Buna mənimsəmə təsərrüfatı deyirik və yaxud da istehlak təsərrüfatı da deyə bilərik. Deyirik ki, insanlar yığıcılıq etmək üçün nə edirlər? Ağacdan və daşdan əmək alətləri hazırlayırlar və yığıcılıq edirlər. Ovçuluq etmək üçün bazaltdan, vulkanik şüşədən və çaxmaq daşından müxtəlif silahlar düzəldirlər və bu silahlar vasitəsilə ovçuluq edirdilər. Bu dövrdə yeni alət yarandı. Əvvəlki kitablarımızda yox idi. Bu əlavədir, yenilikdir. Deyirik ki, insanların əmək fəaliyyəti genişləndikcə daha fərqli, daha dayanıqlı alətlərə, əmək alətinə ehtiyac duyulurdu. Bunlardan da biri çapacaq olacaq. Çapacaq yeni yaranmış alət idi. Bu dövrdə ulu icma var idi. Ulu icma əvvəl də var, indi də var. Deyirik ki, ulu icma daha bir qrup insanlar bir yerdə yaşayırlar əmək fəaliyyətində. Deyirik ki, insanlar ovçuluq və yığıcılıq etmək üçün qrup şəklində yaşayırlar. Daha sonra o qruplar birləşdilər, insanlar kollektiv şəkildə yaşamağa başladı. Bu kollektivlər də ulu icma adlanırdı. Ulu icma deyirik ki, tez-tez dağılırdı, dayanıqlı deyildi və biri digərini tez-tez əvəz edirdi. Bu dövrdə odun insanlar həyatına xüsusi əhəmiyyət var idi. Təbii ki, bu dövrdə hələ ilk oddan söhbət edir. İnsanlar odda yemək bişirirdilər, qızınırdılar, istilik kimi istifadə edirdilər və həmçinin insanlar vəhşi heyvanlardan qorunmaq üçün oddan istifadə edirdilər. Bu dövrü biz əsasən Azıq mağarası əsasında öyrənirik, yəni paleolit dövrünün ilk mərhələsini Azıq mağarası əsasında öyrənirik. Bu Xocavənd rayonunda Quruçay mədəniyyət dediyimiz yerdə yerləşir. Bura deyərik ki, burada Ağçınə sümüyü tapılmışdır. 350-400 min il əvvəl yaşamış Azıq adamına aid Ağçınə sümüyü tapılmışdır və hətta
700 min il əvvələ aid olan ocaq izləri burada aşkar olunmuşdur. Yəni ehtimal olunur ki, Azıq mağarasında yaşayış eram, yəni 700 min il bundan əvvəl başlamışdır. Deyək ki, bu dövrdə ilk dini ayinlər və ilk ibtidai incəsənət yaranmışdır. Baxın, incəsənətlə sənətkarlıq qarışdırmayaq. Adətən bunları bu hissədə qarşılanan məsələlərdən biridir. İncəsənət deyəndə biz ilkin mərhələsini deyirik paleolit dövrünün, sənətkarlıq sahələri deyəndə neolit dövründə, duluzçuluq, toxuculuq sənətkarlıq sahələridir. Daha sonra paleolit dövrünün növbəti mərhələsi deyirik ki, Naxçıvanda, Qarabağda və Qazaxda insanlar bu ərazilərdə məskunlaşmışlar Azərbaycan ərazisində və ilk dəfə bu dövrdə ituzlu silahlardan istifadə edilmişdir. Bu dövrdə ilk dəfə ituzlu silahlardan istifadə edilmişdir və daha böyük vəhşi heyvanları ovlaya bilirdilər. Bu dövrdə yaşayan insan neandertal insan idi, yeni insan tipi idi. Yəni, bacarıqlı insandan sonraki dövrdə yaşayan insan olacaq. Bu dövrdə insanlar mağara və çomalarda yaşamağa başlamışlar. Biz paleolit dövrünün ilk mərhələsindən danışanda deyirik ki, bu dövrdə insanlar əsasən mağaralarda yaşayırlar. Amma bu dövrdə, hansı ki, paleolit dövrünün növbəti mərhələsində, əvvəlki dövrdən isə orta paleolit dövründə insanlar artıq mağara və çomalarda məskunlaşmağa başlayacaqlar. Amma orada da əlavə bir cümlə var ki, insanlar daha çox hissəsi mağaralarda yenə yaşayırdı bu dövrdə. Yəni, tamamilə belə də mağaralardan kənara çıxmamışlar. Çox az bir qismi çomalardan məskunlaşırlar. Bu dövrdə insanların dəfn alətlərində yenilik baş verdi. Dəfn mərasimləri keçirməyə başlamışlar. Yəni, ehtimal olunur ki, hansı ki, ilk dövrdə yaranmışdı, ilkin dini ayinlər, onların dini ayinləri yaranmışdı, dini inancları yaranmışdı. O dini inancları daha da inkişaf etmişdi. Deyirik ki, burada Tamtama mağarasının adını çəkirik. Urmiya gölünün yaxınlığında yerləşir Tamtama mağarası və deyirik ki, burada 40-50 min il əvvəl yaşamış neandertal insana aid bud sümüyü tapılmışdır. Bunun əlavə məlumat kimi yadımıza saxlayaq. Paleolit dövrünün son mərhələsi olacaq. Deməli, bu dövr 12-ci minilliyə qədər davam edəcəkdir. Paleolit dövrünün son mərhələsi. Bu dövrdə səsli nitqin yaranır. Səsli nitqin yaranması əmək fəaliyyətini daha da inkişaf etdi. İnsanların şuur düşüncəsi daha da təkmilləşdi deyə bilərik. Səsli nitqin yaranmasından sonra deyək ki, ulu icmalar dağılır, onun yerinə qəbilə icması yaranır. Qəbilə icmasında ana xətti ilə bir-birinə yaxın olan insanlar belə idi. Ulu icmadan fərqli olaraq daha mütəşəkkil dəstə idi və tez-tez dağılmırdı. Bu dövrdə qəbilə icmasının yaranmasından matriarxat və yaxud anaxaqanlıq dövrü başlandı deyə bilərik. Anaxaqanlıq dövrü erkən Tunc dövrünə qədər davam edəcəkdir. Mezolit dövrü deyirik ki, 18-ci minillikləri əhatə edəcək. Ovuculuq və yığıcılıq əsas məşğuliyyət sahəsi olaraq qalırdı. Hansı ki, paleolit dövrünün ilk mərhələsindən başlamışdı və neolit dövrünə qədər ovuculuq və yığıcılıq əsas məşğuliyyət sahəsi olacaqdır. Deyək ki, bununla yanaşı balıqçılıq yaranıb, bu dövrdə balıqçılıqdan da istifadə olunurdu. Amma balıqçılığın hansı dövrdə yarandığı qeyd olunmur. Amma deyirik ki, hansı ki, mezolit dövründə yaşayan insanlar artıq balıqçılıqla məşğul edirlər. Bundan əlavə deyirik ki, bu dövrdə ox və kamanın yaranıb, ox və kamanın yaranması ibtidai maldarlığın əsasını qoydu. İnsanlar artıq heyvanları uzaqdan ovlamağa başladılar, ox və kaman vasitəsilə və hansı ki, yaralı ələ keçirdikləri heyvanları saxlamağa başladılar. Bundan da ibtidai maldarlığın əsası qoyuldu və heyvanların əhəlləşdirmə prosesi başlandı. Əlavə olaraq deyir ki, bu dövrdə artıq hansı ki, qida ehtiyatı toplayan qadınlar həmin qidaları toplayan vaxt onların yerə düşüb düzəldiyini gördü. Bundan da həmin qidaların əkməyə başladılar. Bundan da əkinçilik yarandı. Mezolit dövründə əsas məşğuliyyət sahəsi ovuculuq və yığıcılıq olaraq qalırdı. Amma daha sonra deyir ki, əlavə olaraq əkinçilik və maldarlıqda yaranmış oldu bu dövrdə. Əkinçilik və maldarlığın yaranması istehsal təsərrüfatına keçid baş verdi. Burada iki dənə testlərdə qarşımıza çıxar. İstehsal təsərrüfatına keçid deyəndə mezolit dövrünü götürürük. İstehsal təsərrüfatı formalaşdı isə, onda artıq biz neolit dövrünü götürürük. Yəni konkretli formalaşmaq, yəni tamamilə başa çatdı deyirik. Daha sonra bu dövrdə əmək alətləri əsasən çaxmaqdaşı, sümükdən hazırlanırdı. Ümumiyyətlə, çaxmaqdaşıdır, vulkanik şüşədir, sümükdür, daş alətlərdir. Yəni bunlardan bütün hansı ki, paleolit dövrünün ilkin mərhələsindən başlayaraq sonraki mərhələlərdə də bundan istifadə olunmadı. Yəni hansı ki, çaxmaqdaş, sümükdən əmək alətləri hazırlanmışdı. Bu dövrdə deyir ki, ibtidai incəsənət inkişaf etdi. İbtidai incəsənət hansı dövrdə yaranmışdı?
Paleolit dövrünün ilk mərhələsində yaranmışdır. Amma bu dövrdə isə daha da inkişaf etdi deyirik. Biz o qədər artıq illərdir paleolit dövrünün alt, orta, üst paleolit mərhələsinə böldüyümüz üçün bizim üçün də çətin olacaq ki, müəyyən bir dövrdə bu artıq onların adları çıxarıldı. Paleolit dövrünün ilk mərhələsidir, hansı ki, növbəti mərhələsi və son mərhələsi əlavə olundu. Yəni bunlara heç bəlkə də ehtiyac yox idi. Yəni çıxarılmasaydı daha yaxşı olardı. Yəni onsuz da adları öyrəşmişdik. Daha sonra deyirik ki, bu dövrü, Mezolit dövrünün Qobustan və Damcılı mağaraları əsasında öyrənirik. Qobustan abidəsi, Qobustan qoruğu Bakıdan, Abşerondan 40-55 km aralıda yerləşir. Bu abidədə yaşayan insanlar Mezolit dövründə yaşayan insanlardır. Deyir ki, burada əsasən kiçik ölçülü daş alətlər tapılmışdır, hansı ki, yaşayan insanlar istifadə etmişlər. Daha sonra harpunlar tapılmışdır. Harpunlar balıq tutmaq üçün istifadə olunan əməcə alətidir. Balıqçılıq demişdik ki, artıq bu dövrdə yaranmışdır. Eyni zamanda qayıqlar tapılmışdır. Qayıqların tapılmasının Azərbaycandan səyahət edən Turxeyda bu haqda məlumat verir və deyir ki, Azərbaycan gəmiciliyinin inkişaf etdiyi ən qədim diyarlardan biridir. Həmçinin Qobustan abidəsinə yallı rəqsi edən şəkillər də tapılmışdır. Daha sonra Qobustanla əlavə bir məlumat var ki, deyir buranı ilk tədqiq edən İshaq Cəfərzadə 1939-cu ildə. Deyir ki, burada 6000-dən çox şəkilli rəsmlər var, hansı ki, Qobustan qaylaqlarına çəkilmiş şəkilli rəsmlər var və Qobustan abidəsinin bədii qoruğa çevrilmişdir və eyni zamanda UNESCO-nun ird siyahısına daxil edilmişdir. Neolit dövrü 8-6-cı min illiklərə aid edir. Əhalinin həyat tərzi və məşğuliyyətinə baxsaq deyər ki, insanlar artıq oturaq həyata keçdilər. Əvvəl insanlar köçəri həyat tərzi yaşayırdılar, amma Neolit dövründə isə əhali tamamilə oturaq həyata keçir. Bu nə ilə bağlı idi? Bu əkinçilik və maldarlığın əsas təsərrüfat sahəsinə çevrilməsi ilə bağlı idi. Əkinçilik və maldarlıq Neolit dövrü 8-6-cı min illiklərə aid edir. İnsanlar bu dövrdə oturaq həyata keçdilər tamamilə, ilk peşələr yarandı. Daha sonra deyirik ki, bu dövrdə əkinçilik və maldarlıq əsas təsərrüfat sahəsinə çevrildi və bunun nəticəsində istehsal təsərrüfatı tamamilə formalaşdı. Əlavə olaraq deyirik ki, bu dövrdə toxadan və oraqdan istifadə olunurdu. Bu dövrdə toxadan əkinçilikdə istifadə olunurdu. Oraq da həmçinin biz və iynədən düzəlirdi, əkinçilik sahəsində inkişaf olunurdu, istifadə olunurdu. Və biz deyirik ki, bu dövrdə əkinçilik xüsusilə inkişaf etdi. Biz Neolit dövrünü Gəncə, Qazax, Daşkəsən və Təbrizdə tapılan maddi nümunələr əsasında öyrənirik. Amma burada əlavələrimiz olacaq. Deyir ki, əsas nəyi yadımızda saxlamaq? Kamiltəpə və Göytəpə olacaq. Kamiltəpə Ağcabədidə, Göytəpə isə Tovuzda yerləşir. Bunların adını mütləq əzbər bilək, digərlərini də bilməliyik, amma əsas xəritə formasında bunlar qarşımıza çıxa bilər. Bu dövrdə deyir ki, yeni sənət sahələri yarandı, bunlar bərk qeyd etmişdir, ilk peşələr yaranmışdır. Sənət sahələri duluzçuluq, toxuculuq idi. İnsanlar artıq saxsı qab istehsalına başladılar, daş alətləri cıralamağa, deşməyə öyrəndilər. Bu dövrdə insanların duluzçuluq sahəsinin, toxuculuq sahəsinin yaranması, saxsı qab istehsalının artması və daşları cıralamağa, deşmələri Neolit inqilabı adlanırdı. Dövründən davam edir. Mis daş dövrü 6 və 4-cü minilliklərə əhatə edilir. Mis əşyaları, ümumiyyətlə mis əşyaları ilk vaxtlar qədim şərqdə yaranmışdır. Misdən ilk dəfə qədim şərqdə istifadə etməyə başlamışlar, mis aləti kimi. Bu dövrdə deyir ki, əkinçilik və maldarlıq əsas məşğuliyyət sahəsi olaraq qalırdı. Eyni zamanda ikinci dərəcəli məşğuliyyət sahəsi isə ovçuluq və balıqçılıq idi. Bu dövrdə deyilir ki, əsas ev heyvanlarının hamısı demək olar ki, var idi. Ev heyvanlarının əhəlləşmə başlaması artıq ifadə olaraq çıxarılır. Amma bu proses Mezolit dövründə başlayır. Amma bitməsi yoxdur da. Amma bizə sual düşsə ki, ev heyvanlarının hamısı artıq hansı dövrdə var? Deyir ki, bu dövrdə artıq əsas ev heyvanlarının artıq hamısı var idi. Bu dövrdə insanlar çay kənarında yaşayırdılar, çay sahillərində yaşayırdılar və qazma tipli evlər tikirdilər. Evləri çiy kərpicdən, daşdan tikirdilər və evlər dairəvi formada tikilirdi deyirik. Bu dövrdə əsasən əmək alətlərini deyir ki, daşdan düzəldilirdi. Mis tez sıradan çıxdığı üçün əsas üstünlük daş alətləri idi. Toxa yenə qalmaqda idi. Qaşovvari bıçaqlardan bu dövrdə istifadə olunurdu. Bu dövrdə toxadan əkinçilikdə geniş istifadə olunurdu. Bu dövrü hətta toxa əkinçiliyi dövrdə deyirik. Bu dövrdə sənət sahələri, hansı ki, əvvəlki dövrdə, Neolit dövründə sənətkarlıq sahələri yaranmışdı. Bu dövrdə sənətkarlıq sahələri daha da inkişaf edəcək.
Deyir ki, duluzçuluq, toxuculuq, metalleşmə sənətləri bu dövrdə sənətkarlıq sahələri, sənət sahələri xüsusilə inkişaf etdi, hansı ki, New York dövründə yaranmışdı. Duluzçuluq, toxuculuq, metalleşmə və daşlama sənətləri xüsusilə inkişaf etdi. Deyir ki, bu dövrdə iyuzlar düzəldilirdi. Əsasən bu dövrdə duluzçuluq, toxuculuq sahəsinin inkişaf etməsinin əsas səbəblərindən biri o idi ki, deyir ki, bu dövrdə qoyunçuluq və yun istehsalının artması toxuculuq sahəsinin daha da inkişaf etməsini gəlib çıxardı. Göyün dəri istehsalı bu dövrdə artmışdı. İnsanlar artıq bu dövrdə paltar tikirdilər özlərinə və paltar tikmələri göyün dərinin inkişafına gəlib çıxardı. Duluzçuluq sahəsi bu dövrdə xüsusilə inkişaf etdi, hansı ki, Neolit dövründə yaranmışdı. Neolit dövründə duluzçuluq yarananda ilk həmin dövrdə yəni insanlar daha çoput formada beləliklə duluz qabları hazırlayırdılar. Duluz qabları nədir? Məsələn, biz gündəlik bu üçün istifadə etdiyimiz hansı ki, məsələn, stəkan olsun, yemək yediyimiz qablardır. Bunlar qabdır. Həmin dövrdə isə bunlar duluz qabları idi. Və deyir ki, Neolit dövründə bu qablar daha çoput formalı idi. Amma zaman keçdikcə artıq biz Eneolit dövrünə gəlib çatanda bu qablar daha təkmilləşdi, daha kütləvi formada istehsal olunmağa başladı və yeni texnikadan istifadə edərək duluz qabları hazırlayırdılar. Onlar gündəlik istifadə etdikləri qabları hazırlayarkən onların ətrafına naxış vururdular deyirik. Daha sonra deyir ki, bu dövrdə hansı ki, duluz qabları hazırlamaq üçün kürələr meydana gəldi. Onu yadımıza saxlayaq, kürələrin meydana gəldiyi dövr bu dövr olacaq. Metallurgiya sahəsi bu dövrdə yaranır. Misdən, hansı ki, mis iç metal idi, misdən metal kimi istifadə etməyə başladılar. Azərbaycanda metal yataqları deyirik, Gədəbəyli və Daşkəsəndədir. Bu dövrdə ibtidai metalleşmə sahəsi yarandı deyirik. Yəni, ilk olaraq metalleşmə sahəsi bu dövrdə yaranır. Yəni, metal işləmə, metaldan əmək alətləri hazırlamaya başlayacaqlar. Qadınların mövqeyi burada hələ də güclü idi. Bu dövrdə qadın heykəlləri tapılmış deyirik. Dini görüşlərə gəldikdə isə bu dövrdə dini görüşlər nədir? İnsanlar hələ də bu dövrdə evlərin içərisində, binaların içində basdırılırdı. Ölülərin üzərində qırmızı boya və yaxud da oxra sərpilirdi. Bu dövrü biz həm də Qobustan abidəsi əsasında öyrənirik. Eneolit dövrü haqqında məlumatlar əldə edərkən Qobustan abidəsi əsasında öyrənirik. Qobustan abidəsində olsunlar və dini mərasimlərlə bağlı məlumatlar vardır.